La ilahe illallah şərtlərindən birinci fəziləti, fəzilətlərindən birinci fəziləti böyük bir səbəbi var. Böyük bir səbəbdir ki, insanın namusunun, malının, qanının qorunmasına səbəbdir. Yəni, bunu deyən kəsin qanı da, namusu da, malı da, qanı da haram olur. Yəni, sən onu müsəlmandırsa, bu şeylərə toxuna bilmərsən, yəni. Necə ki, Buxari Müslimdə gələn hədisdə İbn Ömərdən, radiyallahu anhumədən deyir ki, Allahın Resulü sallallahu aleyhi ve sellem demişdi ki, mən əmr olundum ki, insanlarla döyüşüm, hətta La ilahe illallah Muhammeden Resulullah deyənə kimi. Bunu deyir, sonra davam edir həsi, namaz qılıb, zəkat verənə kimi. Əgər bunu eləsələr, məndən qanlarını, mallarını qorumuş olarlar, yalnız İslamın haqqından başqa. Çünki insan, İslamda həddlər var da, elə bir əməl edər ki, ölüm hökmü verirlər ona İslamda, o istisnadır. Deyək ki, məsələn, adam öldürən hökmü ölməkdir. Evli zina edən hökmü daşqalarla öldürülməkdir. Bunun oxşar dinini dəyişən kəs öldürülür. İslamın haqqı, yəni deyikdə budur. Onun hesabı Allahadır. Yəni, bu şey istisna olmaqla, əgər kəlmə şəhadəti deyən insan, namaz qılıb zəkat verən insan deyir, məndən öz qanını və qanlarını və mallarını qorumuş olanlar. Bu birinci fəzilətdir. Demək, fəzilət odur ki, sən bunu dedikdə qanın, malının, namusun bu səbəblə nədir? Qorunmuş olur.